Heydər Əliyev Azərbaycan üçün nə edib? Bu sualı eşitdiyiniz an, sadəcə tək bir cavab verin. Nə etməyib ki? Heydər Əliyev deyirdi ki, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Onun hekayəsini hər Azərbaycanlı bilməlidir. 1993-cü ildə Azərbaycan dağılmaq ərəfəsində olanda, Heydər Əliyev xalqın çağırışı ilə geri döndü. O, ölkəni xaosa düşməkdən xilas etdi və bu günə qədər mövcud olan güclü təməli qoydu. Onun neft strategiyası Azərbaycanı dünyaya açdı, yeni imkanlar və inkişaf gətirdi. Heydər Əliyev hər zaman vahid Azərbaycan arzusunda idi və onun bu baxışı torpaqlarımızı bərpa edən qələbəyə ilham verdi. O, gənclərə, mədəniyyətə və qlobal əlaqələrə sərmayə qoydu. Azərbaycanı dünyada hörmət edilən bir ölkəyə çevirdi. Hər il insanlar onu yad edir, çünki onun irsi güclü, müstəqil Azərbaycan.